İşçi bir il məzuniyyətsiz işlədilə bilərmi? Müdir məzuniyyət verməkdən imtina edir. Qanun nə deyir? Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işə götürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Siz müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə sizə həmin iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. İstədiyim vaxt məzuniyyətə çıxa bilərəm. Qanun nə deyir? İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin sotun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonuna dək əmək məzuniyyətlərinin verilməsi üçün növbəllik cədvəlləri tərtib edilə bilər. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. 14 yaşına dək 2 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara, 16 yaşına dək uşaqları tək başına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına və yaxud ərinə, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı 18-dən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan şəxslərə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyətini hissə-hissə götürmək olar. Qanun nə deyir? Bəli, əmək məzuniyyəti işçinin arzusu və işə götürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Lakin bu zaman məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 2 təqvim həftəsindən az olmamalıdır. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda, onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. İş stajıma görə əlavə məzuniyyət götürə bilərəm? Bəli, Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən 5 ildən 10 ilədək əmək stajınız olduqda 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajınız olduqda 4 təqvim günü, 15 ildən sonra əmək stajınız olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət hüququnuz vardır. Əmək stajına görə, o cümlədən əmək şəraitinə görə əlavə məzuniyyətlər pedaqoji və elmi fəaliyyətlə məşğul olan, yaşı 16-dan az olan, 16 yaşından 18 yaşına dək işçilərə orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, teatr, tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə verilmir. İşçi işə gecikibsə, bu halda müdir maaşdan pul tuta bilər? Xeyr, belə ki, əmək müqaviləsi ilə işləyən işçinin əmək haqqından işə gecikdiyi üçün pul tutulması qanunsuzdur. Çünki bununla bağlı Əmək Məcəlləsində heç bir müddəa nəzərdə tutulmamışdır. Lakin Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi müəssisə daxili intizam qaydalarını pozduqda yalnız kollektiv müqavilədə nəzərdə tutulduğu halda cərimələnə bilər. Həmin cərimənin məbləği aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamalıdır. Müdir işçini əmək müqaviləsində olmayan işi görməyə məcbur edərsə, bunun məsuliyyəti nədir? Qanun nə deyir? İnzibati Xətalar Məcəlləsinin
193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etməyə görə 1000 manatdan 2000 manata dək məbləğdə cərimə nəzərdə tutulur. Belə hallarla rastlaşan işçilər prokurorluq orqanlarına və ya Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə bilər. Müdir işçini işdən çıxaracağı ilə hədələyərək məcburi əməyə cəlb edərsə, bunun məsuliyyəti nədir? Qanun nə deyir? Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etməyə görə 1000 manatdan 2000 manata dək məbləğdə cərimə nəzərdə tutulur. Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsinə əsasən hədə qorxu zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə, 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. Müdir işçini əmək müqaviləsi olmadan işlədirsə, bunun məsuliyyəti nədir? Qanun nə deyir? İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, cəlb edilməsinə görə işə götürən fiziki şəxslər 1000 manatdan 2000 manata dək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manata dək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manata dək məbləğdə cərimə edilir. Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsinə əsasən əmək müqaviləsi olmadan xeyli sayda 10 nəfər və ondan çox işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi 7000 manatdan 10.000 manata dək miqdarda cərimə və ya 2 ilədək müddətə istirahətləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 162.1.2-ci maddəsinə əsasən eyni əməli təkrar törədən şəxslər 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər işə götürən əmək müqaviləsi olmadan işçini hər hansı işlərin yerinə yetirilməsinə cəlb edərsə, bu barədə Dövlət Əmək Müfəttişliyi xidmətinə və prokurorluq orqanlarına şikayət edə bilər. Müdir maaşın verilməsini gecikdirirsə, bu halda işçi nə edə bilər? Qanun nə deyir? Əmək Məcəlləsinə əsasən işə götürən tərəfindən işçiyə əmək haqqı vaxtında ödənməlidir. Əmək haqqının verilməsi işə götürən təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının ən azı 1% məbləğində ödəniş, yəni kompensasiya verilməlidir. Əgər əmək haqqının verilməsi gecikdirilərsə, işçi Dövlət Əmək Müfəttişliyi xidmətinə və ya məhkəməyə müraciət edərək həm əmək haqqı məbləğinin, həm də əlavə ödənişin verilməsini tələb edə bilər. Müdirin təqsiri üzündən iş dayanıb, maaş da verilmir. Qanun nə deyir? Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən işə götürən təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yol verilməzdir. Bu hal işə götürən təqsiri üzündən boş dayanma hesab edilir və işçilərə buna görə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən
boş dayanmanın başlanması barədə işçi işə götürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boş dayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin vəzifə maaşının üstəki hissəsindən az olmayaraq ödənilir. İşçi məzuniyyətdə olduğu halda müdür işə çağıra bilər. Məzuniyyətə göndərilən işçini işə götürən xüsusi hallar olmazsa məzuniyyətdən geri çağıra bilməz. Xüsusi hal kimi istehsalat qəzaları və təxirəsalınmaz işlər olmalıdır. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətdə olan işçi xüsusi hallarda, yəni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geri çağırma əmrlə rəsmiləşdirilməlidir. Bütün şəraitlərdə geri çağırma tələbi olduğu halda işçinin razılığı tələb olunduğundan işçi qayıtmaqdan imtina edə bilər. İşçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər. Lakin bu halda da işə götürənin razılığı lazımdır. Bayramda işçinin işə çağırılması qanun nedir? Qanun nə deyir? Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlətin müdafiəsinin təmin olunması, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsinin halları, fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, istirahət, səs vermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yol verilməzdir. Bayram günlərində məzuniyyətə çıxdıqda məzuniyyət pulu hesablanır. Qanun nə deyir? Xeyr. Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün məzuniyyət haqqı ödənilmir. Belə ki, əgər məzuniyyət günləriniz bayram günləri ilə üst-üstə düşərsə, həmin günlər üçün sizə məzuniyyət haqqı hesablanmır. Məzuniyyətin müddəti həmin tarixə düşən bayram günlərinin sayı qədər əvəzi ödənilmədən uzadılır. Lakin şənbə və bazar günləri məzuniyyət günlərinin tərkibinə daxil edilir. Müdür sınaq müddətində işçini işdən azad edə bilər. Qanun nə deyir? Bəli. Əmək Məcəlləsinə əsasən işçi ilə əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə və ya müəyyən edilmədən bağlanıla bilər. 6 ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti müəyyən edilir. İşə götürən sınaq müddəti dövründə Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar üzrə işçinin əmək müqaviləsinə xitam verərək onu işdən azad edə bilər. Əgər işçi işdən qanunsuz və ya əsassız olaraq çıxarılıbsa, bununla bağlı dövlət əmək müfəttişliyi xidmətinə və ya məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi bağlanarkən kimlərə sınaq müddəti təyin edilmir? Qanun nə deyir? Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə 3 yaşına da uşağını tək başına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir.
Hansı işçilər işdən çıxarıla bilməz? Qanun nə deyir? Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən hamilə, habelə 3 yaşına uşağı olan qadınların, 3 yaşına uşağını tək başına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşına uşağını tək başına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə Həmkarlar İttifaqları Təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, habelə məzuniyyətdə və ezamiyyətdə olan işçilərin, müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsası istisna, digər əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşdən qanunsuz olaraq çıxarılmış işçi nə etməlidir? Əgər işçi işdən qanunsuz olaraq çıxarılıbsa, bunun üçün ilk öncə mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manat təşkil edir. Əgər mediasiyada tərəflər arasında razılıq əldə olunmazsa, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə tərəfindən işçinin iddiası təmin olunaraq işə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işə götürən tərəfindən o dərhal əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən bu halda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İşdən ixtisarla çıxarılmış işçinin hansı hüquqları var? Qanun nə deyir? İşə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin B, yəni işçilərin sayı və ya ştatların ixtisarı bəndinə əsasən işçini işdən azad edə bilər. Belə olan halda işçinin işə götürəndən aşağıdakıları tələb etmək hüququ var. İşlədiyi günlərə görə əmək haqqı, yəni son maaş, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, işdən çıxarma müavinəti, yəni ən azı 1 aylıq əmək haqqı. İşdən çıxıram, amma istifadə etmədiyim məzuniyyətim var. Qanun nə deyir? Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərini xitam verilərkən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi, yəni kompensasiya verilmir. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzi məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydasına əsasən hesablanıb ödənilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad olunma hansı halda ləğv oluna bilər? Qanun nə deyir? İşə götürən Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçinin əmək müqaviləsini ləğv edərkən onun yol verdiyi konkret pozuntuları sübutlarla təsdiqləməlidir. Yəni, işdən azad etmə əmrində sadəcə həmin məcəllənin 70-ci maddəsinin C bəndinə istinad etməklə kifayətlənmək olmaz. Həmin maddə ilə qanunsuz olaraq əmək müqaviləsi ləğv edilən işçi məhkəməyə müraciət edərək işə bərpa olunma və ya həmin maddənin silinməsini tələb edə bilər. Məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesindən keçmək tələb olunur. Mediasiyada barışıq əldə edilməzsə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manatdır. Məhkəmə üçün dövlət rüsumu tələb olunmur. İşçi ərizə yazdığı gün işdən çıxarıla bilər. Qanun nə deyir? Bəli,
Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işə götürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı, yəni kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Belə ki, qeyd olunan hallarda bir təqvim ayı gözləmədən ərizə verilən gün işçi işdən çıxarıla bilər. İşdən çıxmaq üçün ərizə yazmış işçi fikrindən daşınıb onu geri götürə bilər. Qanun nə deyir? Bəli, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti, yəni bir təqvim ayı bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işə götürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu o şərtlə mümkündür ki, işə götürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı, yəni kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə xəbərdarlıq etməmiş olsun. İşçilərin ixtisarı zamanı hansı işçilər işdən çıxarılmır? Qanun nə deyir? Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı zamanı işə götürən, ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir. Şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əskər və zabitlərin arvadına və ya ərinə, öhdəsində 2 və daha çox 16 yaşına dək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək kitabçası işçiyə nə vaxt verilməlidir? Qanun nə deyir? Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən işdən çıxan işçiyə əmək kitabçası onunla əmək müqaviləsinə xitam verildiyi gün, yəni sonuncu iş günü verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən sonuncu iş günü işçinin əmək kitabçasının verilməsi işə götürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Hansı işçilərin iş saatı azaldıla bilər? Qanun nə deyir? Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən işçi ilə işə götürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı, yəni natamam iş günü və ya natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin hamiləliyi, əlilliyi olarsa, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış yaxud əlilliyi olan uşağı olan qadınlara ərizələri əsasında işə götürən natamam iş vaxtı müəyyən etməlidir. Bu zaman əmək haqqının ödənilməsi ya işə sərf olunan vaxta uyğun, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. İş yoldaşını əvəz etdiyi üçün müdür əvəz edən işçiyə əlavə əmək haqqı ödəməlidir. Qanun nə deyir? Bəli, Əmək Məcəlləsinə əsasən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Əgər işçi əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini də əvəz edərsə, bu zaman
ona əvəz edilən işçinin vəzifə maaşı ilə öz maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin vəzifə maaşı işçinin maaşı ilə eyni və ya ondan az olduqda əmək haqqıya əlavə müəyyən edilib verilir. Bu əlavə işçi ilə işə götürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. 18 yaşına çatmadan işləmək olar. Qanun nə deyir? Bəli, əmək məcəlləsinə əsasən 15 yaşı tamam olmuş şəxslər əmək müqaviləsi bağlayaraq işləyə bilərlər. Lakin 15 yaşdan 18 yaşadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, yəni qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən az olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işə götürənin vəsait hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər. Hansı işçilər attestasiyadan azaddır? Qanun nə deyir? Hər bir müəssisə işçilərin attestasiyasını keçirə bilər. Əmək məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı işçilər attestasiyadan azaddırlar. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət, yaralanma, travma, kontuziya almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, bir vəzifədə 5 ildən az müddətdə çalışan, məcburi köçkün və qaçqın statusu olan işçilər, hamilə qadınlar, yaşı 18-dən az olan işçilər, uşağının 3 yaşına dək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını tək başına böyüdən kişilər, bir vəzifədə faktiki olaraq 1 ildən az müddətdə çalışan işçilər, eyni vəzifədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər, kollektiv müqavilədə nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər, təhsil haqqında qanuna əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsil verənlər. İşçi əmək müqaviləsində göstərilən işləri yerinə yetirmirsə, müdür nə edə bilər? Qanun nə deyir? Əmək məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda, işə götürən ona aşağıdakı intizam tənbihlərindən birini verə bilər. Töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərti ilə cərimə etmək, əmək müqaviləsini əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə ləğv etmək. Kimlər gecə növbəsində işləyə bilməz? Qanun nə deyir? Əmək məcəlləsinə əsasən saat 22-dən səhər saat 6-ya dək olan müddət gecə vaxtı sayılır. Həmin məcəllənin 98-ci maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlilliyi olan işçilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar, 3 yaşınadək uşağını tək başına böyüdən kişilər, gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər. Kimlər işsizlikdən sığorta ödənişi ala bilər? Qanun nə deyir? İşsiz kimi qeydiyyatdan keçmisinizsə və əmək müqavilənizə aşağıdakı əsaslarla xitam verilibsə, işsizlikdən sığorta ödənişi almaq hüququnuz var. Dövlət orqanı və ya
hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi, əmək müqaviləsinin müddətinin qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, məhkəmə qərarı ilə işçinin əvvəlki işinə bərpa olunması, əvvəllər həmin müəssisədə çalışan və müddətli həqiqi hərbi xidmətdən qayıdan işçinin həmin iş yerinə qayıtması.